000001 və budur. Artıq başqa bir ilə, milad təqvimi ilə 2026-cı ilə qədəm qoyduq. Vəssalam. Bu qədər. İki uzun dövrü bircə saniyə ilə dəyişdik. Aradan sadəcə kiçik bir zaman dilimi keçdi. Biz isə bu zaman diliminə qeyri-adi mənalar yükləyərək təqvimdəki bir gün dəyişikliyini sevinclə qarşıladıq. Atəşfəşanlıq edib bayram süfrələri qurduq. İndi keçim sözümün Mustafasına. Bütün bu həngamənin, bütün bu çılğınlığın qəti bir səbəbi olmalıdır məncə. Niyə bəsit bir təqvim dəyişikliyi bu qədər böyüdülür? Uğurlar, müsbət dəyişikliklər arzulanır. Səbəb əslində sadədir. Diqqət etsəniz, hər ötən il ömrümüzə yeni yaş əlavə olunur. Yəni qocalırıq. Ötən keçmişdən bizə sadəcə xatirələr miras qalır. Biz isə belə həngamələr qopardırıq ki, yaşımızın artmağını unudaq, yaxud ona qarşı asilik edək. Fikir verin, artıq 90-cı illərdə doğulan körpələr ömrün xeyli hissəsini adlayıb. Onlar artıq həyatın daha təmkinli, sakit, mühafizəkar dönəmlərinə qədəm qoyublar. Artıq 90-cı illərdə geridə qalır. Xatırlayaq, Nokia mobil cihazlarını dünyaya səs saldığı, dial-up internetin, hip-hop tərzinin, Tupac'ın, Britney Spears'in, Titanic filminin və Harry Potter kitabının nəşr olunduğu dövrlər idi bu 10 illik. Sonra 2000-ci illər, başqa sözlə 2-ci minillik başladı. O dövrün də öz dəbi trendləri vardı. Məsələn, ilk portativ musiqi alətlərindən olan iPodlar dizayn edilmişdi. Windows əməliyyat sisteminin ilk versiyalarından olan XP dövrəyə buraxılmışdı. Sonra LOS serialı, qısa belli cinslər, Nokia cihazlarının yüksəliş dövrü və MSN mesajlaşma platforması. Bütün bunları bilirsiniz niyə sadalayıram? Çünki bu artıq müəyyən bir dövrün, xatirələrlə zəngin bir 35 illiyin bitməsi mənasına gəlir. Biz bəşər olaraq daim keçmişimizin həsrəti, gələcəyimizin gözləntisi və bugünümüzün dəyər bilməzliyi ilə yaşayırıq. Elə deyil, bayramınız mübarək. Bu günümüzün dəyərini biləcəyimiz bayramlar keçirmək arzusu ilə. Elmlə qalın, elmli qalın.